Tolik ləqəbli Tarix Əliyev sosial şəbəkələrdə söyüş söyür və həbs edilmir. Niyə? Ay göt verən İlham Əliyev. Sən əmr çıxartmısan, qərar çıxartmısan ki, sosial şəbəkədə söyüş söyən adam həbs ediləcək. Və sual ortaya çıxır. Tolikdən çox söyüş söyən yoxdur sosial şəbəkədə. Dövlət televizorundan tutun, sosial şəbəkəsinə qədər Tolikdən çox söyüş söyən yoxdur. Deyim də səbəbini. İlham Əliyev başda olmaqla bütün nazirlərə, məmurlara, generallara, yəni Vilayət Eyvazova, Kamran Əliyeva, körpə uşağı, oğlan uşağı, körpə qızlar daşıyan adamdır. Bu bir, ikinci ölkənin xalqın əxlaqını pozan o petxuların rəhbəridir. Ona görə Toliki həbs eləmirsiniz. Sosial şəbəkələrdə yüngülcə qısaca söyüş yazva, yüngülcə söyüş yazva. Sırazon tutub basılar içəri. Və bu Tolik deyilən bu Tarix Əliyev həbs edilməmək üçün bu gün Vilayət Eyvazovdan gecəliyir Tolik, sabah da Kamran Əliyevdən. Ona görə tutulmur. Baxın ha, inanmırsınız. Mən bu məlumatı elə belə yerdən almıram ha. Zaman gələcək mən bu məlumat İlhamı qovandan sonra deyəcəm bu igidlərdən aldım. Tolik hətta Epsteynə Tolik uşaqlar göndərir. İlham Əliyevin Petuk kolleqasıdır. İlham Əliyev götdən verən olmuyor. Ha, yalancı nəsli götdən verəndir. Mən yalan deyirəmsə mənimki. İlham Əliyev götdən verən oldu. Allah bax. Fikir verirsiniz mi? Necə söyür? Bir parça göstərim. Pis söyüşləri göstərmədim. Ya Tolik niyə tutulmur?